Salam, hər vaxtınız xeyir. Mən Əcəmə Əfruzə, ibtidai sinif müəlliməsi. Bugün sizlərlə monitorinqə hazırlıq 3-cü sinif sınav 1-in izahına baxacağıq. İzaha keçməzdən əvvəl dərslərimizdən yararlanmaq və daha çox sınaq əldə etmək istəsəz, yuxarıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sınavımızın izahına. Birinci mətnimiz balinalar haqqındadır. Ekranı saxlayaraq mətn haqqında ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci sualda balinaların məməli canlı sayılmasının əsas səbəbini soruşur. Birinci sualda C variantıda ağciyərlə nəfəs alıb balalarını süd ilə bəsləmələri. Qeyd edim ki, mətni diqqətlə oxusa sualların cavabını asanlıqla tapa bilərsiniz. İkinci sual, balinaların bədənindəki yağ təbəqəsinin əsas funksiyası nədir? Burada cavab B variantı olacaq. Biz bilirik ki, canlıların bir çoxu bədəni soyuqdan qorumaq üçün bədənlərində pi kütlələri, yağ təbəqəsi əsas rol oynayır. Üçüncü sual, saqqallı balinaların qidalanmanı hansı üsulla həyata keçirir? Burada cavab C variantıdır. Suyu süzüb plankton toplamaraq. Dördüncü sual, dişli balinalara hansı canlı daxildir? Dördüncü sualda cavab B variantı olacaq, kaşalot. Beşinci sual, mavi balinanın fərqləndirici xüsusiyyəti nədir? Burada cavab C variantı olacaq, ən böyük canlı hesab edilir. Altıncı sual, balinaların çıxardığı səslərin əsas məqsədi nədir? Cavab C variantıdır. Ünsiyyət və istiqamət tapmaq üçün onlar bir-biri ilə səslər vasitəsilə köməkləşirlər. 7-ci sual, balinanın 1000 kilometrlərlə məsafə gəzməsinin səbəbi nədir? Burada cavab B variantı olacaq, isti və soyuq sular arasında köç etmək. Daha sonra 8-ci sual, balinaların ekosistemdəki rolu əsasən nə ilə bağlıdır? Cavab B variantı olacaq, qida zəncirini tənzimləmək. 9-cu sual, aşağıdakilərdən hansı balinanın azalmasına səbəb olan amillərdən biridir? Cavab B variantıdır, sənaye ovçuluğu. İnsanlar sənaye ovçuluğu zamanı balinaların nəslinin tükənməsinə səbəb ola bilirlər bəzən. 10-cu sual, balinaların ağıllı və sosial canlı hesab olunmasının əsas göstəricisi nədir? Onların bir-biri ilə ünsiyyət qurmağıdır. Yəni, bir-biri ilə səs vasitəsilə əlaqə saxlamalarıdır. Cavab C variantı olacaq. Daha sonra keçirəm 11-ci suala. Balinaların ağciyərlə nəfəs alması onların hansı xüsusiyyətini sübut edir? Ağciyərlə nəfəs alması onların məməli canlı olduqlarını sübut edir. 12-ci sual. Saqqallı balinaların qidalanma sistemi hansı quruluşa bağlıdır? Saqqallı balinalar saqqalvari lövhələr vasitəsilə qidalanırlar. 13-cü sual. Balinaların yox olması ən çox nəyə göstərə bilər? Cavab C variantıdır. Okeanların tarazlığına. 14-cü sual. Aşağıdakilərdən hansı balinaların qorunması üçün görülən tədbirdir? Burada təbii ki, beynəlxalq qoruma proqramlarının keçirilməsi əsas tədbirlərdən sayılır. Yəni B variantı. 15-ci sual. Balinaların sosial davranışına aid olan xüsusiyyət hansıdır? Burada cavab C variantıdır. Qruplar halında yaşayaraq əlaqə saxlamaq. İkinci mətnimiz xəsisliyin kölgəsində qalan qəlb bədii mətnidir. Yeni ekranı saxlayaraq mətni diqqətlə oxuya bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci sual. Qədir kişinin kəndə tanınmasının əsas səbəbi nə idi? Cavab olacaq C variantı. Xəsisliyi və malına həddindən artıq bağlılığı onu kənddə tanıtmışdı. Daha sonra keçirik ikinci suala. Qədir kişinin var dövlətə münasibəti hansı düşüncə tərzini əks etdirir? Cavab olacaq B variantı. Maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutması. Üçüncü sual. Yaşlı kişinin qəbdən geri qaytarılması hekayədə nəyi simvolizə edir? Cavab olacaq C variantı. Xəsisliyin insan həyatına təsirini. Daha sonra dördüncü sual. Qədir kişinin vicdan əzabı çəkməsinə səbəb olan əsas hadisə hansıdır? Cavab olacaq C variantı. Qapıdan qovduğu kişinin donaraq ölməsi. Beşinci sual. Mətnə görə xəsislik insanın hansı xüsusiyyətinə daha çox zərər verir? Burada olacaq C variantı, mənəvi dünyasına zərər vermiş olur. Altıncı sual. Qədir kişinin dəyişməsinə səbəb olan əsas daxili faktor nə idi? Altıncı sualda cavab olacaq B variantı, peşmançılıq və vicdan səsi. Daha sonra keçək 7-ci suala. Uşaqların çörəyi bölüşməsi Qədir kişidə hansı dərk prosesini oyadır? Cavab olacaq C variantı. Paylaşmanın xoşbəxtlik gətirdiyini görür. Daha sonra 8-ci sual.
Qədir kişinin əvvəlki həyat tərzi əsasən hansı anlayış üzərində qurulmuşdur? Cavab B variantı: toplamaq və qorumaq. O pulu toplayırdı və hər kəsdən gizlədirdi. 9-cu sual. Mətnə görə xəsislik insanı hansı sosial nəticəni yaşadır? Cavab olacaq B variantı: yalnızlıq və təcridə sürükləyir. 10-cu sual. Qədir kişinin sandığındakı qızıllar sayması nəyi göstərir? Cavab olacaq C variantı: daxili rahatlığını maddiyatda axtarır. 11-ci sual. Hekayənin əsas ideyası hansıdır? Cavab olacaq C variantı: səxavət insanı mənəvi cəhətdən ucaldır. 12-ci sualın izahına. Qədir kişinin dəyişimi hansı mərhələdən sonra başlayır? Cavab olacaq B variantı: vicdan əzabı və daxili sarsıntıdan daha sonra Qədir kişidə dəyişiklik olur. 13-cü sual. Mətnə görə əsl zənginlik harada gizlidir? A variantı sandıqda, B variantı bank hesabında, C variantı qəlbin dərinliyində, D variantı torpaq sahələrində. Cavab olacaq C variantı: qəlbin dərinliyində əsl zənginlik. 14-cü sual. Qədir kişinin əvvəlki davranışı hansı əxlaqi problemi əks etdirir? Cavab olacaq C variantı: mərhəmətsizlik və laqeydlik. 15-ci sual. Hekayənin nəticə hissəsi oxucuya hansı mesajı verir? Maddi zənginlikdən önəmli olan mənəvi zənginlikdir. Cavab olacaq D variantı. İndi isə keçək riyaziyyat suallarının izahına. Birinci sualda qeyd olunub ki, 11-dən sonra gələn ilk iki ardıcıl ədədin cəmini 5-ə böldükdə alınan qismət neçə olar? Biz bilirik ki, 11-dən sonra 12 və 13 gəlir. Bu ədədlərin cəmi edəcək 25. 25-i də 5-ə böldükdə qismətdə alınacaq 5, yəni B variantı. Keçək ikinci suala. Bir kitabda 9 şəkil, o birində isə bundan 6 dəfə çox şəkil var. İki kitabda cəmi neçə şəkil var? Bir kitabda 9, ikincində isə bundan 6 dəfə çox. Yəni 9-u 6-ya vuracaq, edəcək 54 və toplayanda edəcək 63. Ümumilikdə iki kitabda 63 şəkil olmuş olur. Keçək üçüncü suala. Ən böyük iki rəqəmli ədədlər neçə çıxıb 7-yə bölsək, qismət 9 olar. Biz burada geri getmə texnikasından istifadə edəcəyik. 9-u 7-yə vuracaq 63. Ən böyük rəqəmli ədəd isə 99-dur. 99-dan da 63 çıxacaq. Edəcək cavab 36. Dördüncü sual. Rəqəmləri müxtəlif ən böyük rəqəmli ədəddən, yəni 98 ən böyük və rəqəmləri müxtəlif deyirsə, birinci ən böyük rəqəmdən istifadə edəcəyik. 34 çıxıb alınan ədədi neçəyə bölsək, qismət 8 olar. Çıxacaq 34-ü. 98-dən 34 çıxanda edəcək 64. 64-ü deyir neçəyə bölsək qismət 8 olar. Cavab B variantı 8-ə bölsək. 5-ci sual. Biz neçəni 9-a bölsək cavab 4 plus 3 alınır. Yəni 7-yə bərabər olar. Boş kanada olan ədədi tapmalıyıq. Tənlik alınır. Biz əksini edəcəyik. Yəni 9-u 7-yə vuracağıq. Cavab olacaq 63. Daha sonra 6-cı sual. 42 metr məftilin yarısı edəcək 21. 7 bərabər hissəyə böldülər. Etdi neçə? 3. Cavab oldu B variantı. Daha sonra 7-ci sual. Hansı hasil 60-dan çox 65-dən azdır? Birinci 60-dan çox 65-dən az ədədləri yazırıq bura. 61, 62, 63, 64. Bu ədədlərdən biri alınmalıdır. 8-i 7-yə vuracaq. Edəcək 56. 6-nı 9-a vuracaq, edəcək 54. 7-ni 9-a vuracaq 63. 5-i 4-ə vuracaq, edəcək 20. Cavab olacaq C variantı. 8-ci sual. 7-ni 8 dəfə artırıb alınan hasildən 48-in yarısını çıxdıqda fərqdən neçə alınır? 7-ni 8 dəfə artırsaq edəcək 56. Alınan hasildən 48-in yarısı, yəni 24-ü çıxsaq edəcək neçə? 32, yəni B variantı. 9-cu sual. Bir usta 3 günə 24 detal hazırlayır. 7 günə neçə belə detal hazırlayır? 24-ü böləcəyik 3-ə, edəcək 8. 8-i vuracaq 7-yə, yəni 7 günə, edəcək cavab 56. 10-cu sual. 6 eyni vedrədə 54 litr su var. 54-ü böləcəyik 6-ya, edəcək 9. 9-u vuracaq 8-ə, edəcək 72. Cavab olacaq C variantı. 11-ci sual. 44 ədədinin onluqlar mərtəbəsindəki 4 rəqəminin mərtəbə qiyməti neçədir? Mərtəbə qiyməti dedikdə biz 4-ü vuracaq 10-a, onluğa. Edəcək cavab 40, yəni B variantı.
Daha sonra keçirəm 12-ci suala. 12-ci suala 369 ədədində hansı ədədin mərtəbə qiyməti ən böyükdür? Mərtəbə qiyməti ən böyük olan ədəd 300-dür. Yəni 3-ün mərtəbə qiyməti daha böyükdür. 13-cü sual 787 ədədin onluqlar mərtəbəsindəki rəqəmin mərtəbə qiyməti neçədir? 787 rəqəm olaraq yazırıq birinci. Daha sonra mərtəbə qiyməti onluqlar mərtəbəsindəki 8-i işarələyirik. 8-in mərtəbə qiyməti neçədir? Təbii ki 80. Cavab B variantı. 14-cü sual 4-ə bölünən ən kiçik 2 rəqəmli ədədlə 7-nin hasili nəyə bərabərdir? 4-ə bölünsün və ən kiçik 2 rəqəmli ədəd olsun deyirsə, biz 12-ni götürəcəyik. 12-ni 4-ə böldükdə 3 düşür. Və aldığımız ədəd 12-dir. 12-ni 7-nin hasili nəyə bərabərdir? 12-ni vuracaq 7-yə, edəcək 84. Cavab olacaq C variantı. 15-ci sual. Ata 21 manata 3 kiloqram alma və 5 kiloqram armud aldı. Almanın 1 kiloqramının qiyməti 2 manatdır. Və neçə kiloqram alıb? 3 kiloqram alıb. 3-ü 2-yə vuracaq, edəcək neçə? 6. 1 kiloqram armud, daha doğrusu 1 kiloqram armudun qiymətini soruşur bizdən. Bizdə də var ki 5 kiloqram armud alıb. Biz 21-dən 21 manata alıb ümumi. 21-dən çıxacaq 6-nı edəcək 15. 15 5 kiloqram da armud aldığına görə 15-i böləcəyik 5-ə, edəcək neçə? 3. Deməli, armudun 1 kiloqramının qiyməti 3 manat imiş. 16-cı sual. 63-dən 7 dəfə kiçik olan ədəd 48-dən neçə vaid kiçikdir? 63-ü 7-yə böləcəm, edəcək 9. 48-dən neçə vaid kiçikdir deyirsə 39. Yəni 48-dən çıxacaq 9-u, edəcək 39. 17-ci sual. A vur 4 bərabərdir 32 və B vur A bərabərdir 72 olarsa B plus A-nın cəmi nəyə bərabərdir? Biz artıq bilirik ki 32-ni 4-ə bölsə edəcək 8. Yəni A-nın qiyməti 8-dir. A-nın qiyməti 8-dirsə 72-ni də 8-ə böləcək, edəcək 9. B-nin də qiyməti 9-dur. B9, A8, bunların cəmi edəcək 17, yəni C variantı. Bölmə əməlində qalıq 7 olarsa bölənin ən kiçik qiyməti neçə olar? Cavab olacaq 8. Çünki qalıq 7-dirsə və ən kiçik qiymət soruşursa, bölən qalıqdan 1 vaid böyük olmalıdır. Yəni 8-i götürürük ona görə. 19-cu sual. 56 ədədi ilə 42-nin cəminin yarısını 7-yə böldükdə qismətdə neçə alınır? 56 ilə 42-ni toplayırıq, edəcək 98. Daha sonra yarısını istəyir, yəni 2-yə böləcəyik. Yarı qiymət soruşanda hər zaman 2-yə bölürük. O da edəcək 49. 49-un 7-yə böldükdə qismətdə neçə alınır? 49 7-yə bölünəndə cavab 7 olur. Yəni A variantı. 20-ci sual. 3 qatı 564 olan ədədi 4 dəfə azalsaq neçə alınır? 3 qatı 564-dürsə biz 564-ü 3-ə bölməliyik. 564-ü 3-ə böldükdə bir dəfə 26-nın içərisində 3, 8 dəfə 24 və yerdə qalacaq 24. 24-dəki 3-ün içərisində 8, yəni 188. Söhbət 188-də gedir və 188-də 4 dəfə azaltmağımızı istəyirlər. 188-i 4 dəfə azaltmaq, yəni 4-ə bölmək deməkdir. 4 dəfə 16, burada 28, 7. Yəni cavab olacaq 47 C variantı. 21-ci sual. 144 ədədi ilə bundan 6 dəfə kiçik olan ədədin fərqi neçədir? 144-ü 6-ya böləcəyik, edəcək 24. Daha sonra 144-dən də 24-ü çıxacaq, edəcək 120. Cavab B variantı. Daha sonra yenə bir boşluq verilib və həmin boşluqdakı rəqəmi tapmalıyıq. 3-ü 3-ə vuracağıq. Birinci bərabərin sağ tərəfini əldə edirik. 9 edəcək. Yəni mən 432-ni neçəyə bölsəm 9 edər. Və əksini edəcəm. 432-ni böləcəm 9-a ki, həmin ədədi tapa bilim. 432 böl 9. 43-ün içərisində 9. 4 dəfə. 4 9-um 36. 7 dəfə düşür. 72-nin içərisində 8. Cavab olacaq 48. Yəni boşluqda 48 ədədinin A variantı yerləşəcək. 23-cü sual. Bölmə əməlində bölən 6, bölünən isə yüzlüklər mərtəbəsi 5 olan ən kiçik rəqəmli ədəddən 122 vaid kiçikdir. Qismət neçədir? Bölünən 6 bölən 500-dən, yəni yüzlüklər mərtəbəsi 5 olan ən kiçik rəqəmli ədəd 500-dür. 500-dən 122 vaid kiçik deyirsə, 500-dən çıxacam 122-ni, edəcək 378. 378.
Yəni 378-i 6-ya bölməliyik. O da edəcək 6 dəfə 18-in içərisində isə 3 dəfə 63. Yəni A variantı. 2 ədədin cəmi 723-dür. Ədədlərdən biri digərindən 23 vahid böyükdür. Bu ədədlərdən böyüyü neçədir? Biz bunu model şəklində həll edəcəyik. 2 kvadrat çəkirik. Birinə üstə gərək 23 yazırıq. Bunların cəmi olacaq 723. 723-dən çıxacam 23 edəcək 720. 720-ni də 2-yə böləcəm edəcək 350. Deməli, burada yerləşəcək 350 xanaların içərisində. Bizdən hansı ədədi istəyir? Bizdən böyüyünü istəyir. Kiçiyi 350-dir, böyüyü 350 üstə 23-dür, yəni 373-dür. Daha sonra 25-ci sual. 25-ci sualda usta 6 saatı 90 detal hazırladı. Yəni 96-ya böləcəyik. Edəcək burada 15. Şagird isə 8 saatda 64 detal hazırladı. Yəni 64-ü böləcəyik 8 edəcək 8. 1 saatda usta şagirddən neçə detal çox hazırladı? 15-dən 8-i çıxacaq edəcək 7. 26-cı sual. 4, 8, 1 ədədlərindən bir dəfə istifadə etməklə yaranan ən kiçik ədəd ilə ən böyük ədədin cəmini tapın. Ən kiçik deyirsə birinci ən kiçik ədəddən başlayacağım. 1, 4, 8. Ən böyük deyirsə ən böyük rəqəmdən başlayacağım. 8, 4, 1. Və bunların cəmini soruşur. Bizdən cəmi edəcək 989, yəni A variantı. Daha sonra 27-ci sual. Boşluğa hansı işarə yazılmalıdır? Toplayıb müqayisə etməliyik. Deməli 225-in üstünə 349 gələcəyik. Edəcək 5, 9, 14, 4 yazırıq bir yadda. 2, 4, 6, 7 edəcək bir yadda da. 2, 3 edəcək 5. 121-in üzərinə 489 gələcəyik. Edəcək 0 yazırıq bir yadda. 10, 11, 1 yazırıq bir yadda. 5, 6, 610. Hansı böyüdür? Təbii ki, B variantından istifadə edəcəyik. 28-ci sual. Tənliyin cavabı hansı variantda doğru qeyd olunub? Biz burada çıxma əməlindən istifadə edəcəyik. 92-dən çıxacağıq 58-i. O da edəcək 34. Yəni bir bankada 136, digərində isə bundan 24 ədəd çox kürəcik var. Yəni toplayacağıq edəcək 160. 2 bankada cəmi neçə kürəcik var? Birinci bankada 136, ikinci bankada isə 160 kürəcik oldu və bunları toplayacağıq edəcək 296. Yəni cavab B variantı olacaq. 30-cu sual. Dülgər 853 metr taxtanı 3 hissəyə böldü. 3-ə böləcəyik 853-ü. Birinci hissə 253, ikinci hissə 295 metr olarsa, üçüncü hissəni tapın. 253-ün üzərinə 295 gəlirik. Edəcək 548. 548-də 853-dən çıxacaq. 853 çıxılsın 548. Edəcək cavab 305.